Değerli izleyiciler, hər birinizi salamlayıram. Hər birinizi xoş gördük. Bildiyiniz kimi artıq blok imtahanına yaxınlaşırıq. Ayın may ayının 25-i ikinci və üçüncü qruplar üçün, iyun ayının 1-i isə birinci və dördüncü qruplar üçün blok imtahanı olacaq. Ona görə də bu qısa müddət ərzində abituriyentlərə faydalı ola biləcək bəzi məsləhətlər vermək istəyirəm. Necə edək ki, düzdür, təbii ki, yüksək nəticə göstərmək üçün lazımi nəticə göstərmək qısa bir müddətin zəhmətinin nəticəsi deyil, yəni bu illərin nəticəsidir. Amma hər kəs əlindən gələni edibsə, yəni son qısa müddət ərzində, yəni 2 və 3-cü qruplar üçün təqribən 4-5 gün müddətində və həmçinin də 1-4-cü qruplar üçün 2 həftəyə yaxın müddətdə nə etmək olar ki, bizə daha da kömək olsun. Yəni o barədə fikirlərimi bölüşəcəm. Birinci olaraq qısa müddət ərzində nə etmək olar? Məsləhət görərdim ki, abituriyentlər daha çox çətinlik çəkdikləri mövzuları və yaxud bölmələri müəyyən edib onların üzərindən bir keçsinlər, yəni nəzər yetirsinlər, onları yadlarına salsınlar. İkinci, əgər qısa konspekt varsa, özləri üçün bir mövzular haqqında sözlük mü deyim, vacib şeylərin qeyd olunduğu dəftər mi deyim, yəni belə bir şey varsa, yəni onları qısa müddət ərzində təkrarlama mümkün olacaq. Düşünürəm ki, bunun faydası olar. Daha sonra yəni özüm biologiya müəllimi olduğum üçün, yəni xüsusilə də 4-cü qrupa hazırlaşan şagirdlərimiz üçün, yəni biologiyaya hazırlaşan şagirdlərimiz üçün məsləhət görərdim ki, dərsliklərdə verilmiş istənilən bir şəkilə mütləq diqqət edin. Çünki şəkillər üzərindən, yəni ən azı 1-5-6 şəkilli sual düşür və şəkilə aid olan xüsusiyyətlər və yaxud şəklin hər hansı bir hissəsi verilir. Həmin hissə haqqında fikirlər soruşulur. Və həmçinin də dərsliklərdə tapşırıqlara xüsusi diqqət yetirin. Yəni bəzən elə olur ki, mövzunun özündə məlumat verilməmiş olur, amma hər hansı bir fəaliyyət mi deyim, tapşırıq mı deyim, yəni belə şeylər olur ki, orada əlavə bir məlumat olur bizim yadda saxlamalı olduğumuz və sual oradan da gəlib düşə bilər. Və təbii ki, imtahanda yaxşı nəticə yəni göstərə bilməyimiz üçün tam olaraq belə deyək də dinc olmalıyıq, yəni yorğunluğumuzu çıxarmalıyıq. Yəni o cəhətdən düşünürəm ki, son gündə, yəni əgər bazar gün imtahan olacaqsa, yəni mümkünsə 6-cı gün ümumiyyətlə oxumayın və yaxud oxuyursunuzsa axşama yaxın artıq dərsləri buraxın, istirahət edin. Yəni tamamilə dincəlmiş şəkildə imtahana getmək lazımdır. Bəzən abituriyentlər səhvən elə düşünürlər ki, biz gecə yarısına qədər oyaq qalıb təkrarlasaq, yəni daha çox şey öyrənmiş olarıq və daha çox yazarıq. Amma xeyr, bu belə deyil. Yəni çünki mən bunu dəfələrlə şagirdlərimdən müşahidə etmişəm, yəni təcrübədən keçirtmişəm. Əgər insan beyni yorğun olsa, o düzgün işləməyəcək. Hətta biz öyrəndiyimiz, adi halda, normalda asanlıqla həll edə bildiyimiz sualları belə yorğun olduğumuz halda səhv yaza bilirik. Və ona görə məsləhət görərdim ki, son gündə imtahana bir gün qalmış, bolluca istirahət edin, təmiz havaya çıxın, parka gedin, gəzin, istirahət edin, gecə də ən azı 8 saat yatın ki, beyin tam dincəlmiş şəkildə olsun və öyrəndiyiniz məlumatları lazımınca testdə tətbiq edəsiniz. Və hər bir abituriyentə son olaraq uğurlar arzulayıram, ümid edirəm ki, çəkdiyiniz zəhmətin qarşılığını, bəhrəsini görəcəksiniz və gözlədiyinizdən daha artıq nəticə göstərəcəksiniz. Hər birinizə uğurlar. İnşallah imtahandan sonra xoş xəbərlərinizi, xoş təəssüratlarınızı görmək ümidi ilə. Hələlik.